Değerli izleyicilerimiz, əziz abituriyentlər, bugün yine sizinle say sistemlerine ait müqayisə xarakterli bir misalın həlini təqdim edirəm. Verilmiş misallar müxtəlif say sistemlerine aittir. Bu misal onluq say sistemindədir. Ədədləri müqayisə etmək üçün bütün müxtəlif say sistemindəki ədədləri eyni say sisteminə gətirmək lazımdır. Birinci ədədimiz A bərabərdir 5 dənə 1 ikilik say sistemində bərabərdir. Onluq say sistemine keçirmək üçün ədədlərin üzərində 0, 1, 2, 3, 4 şəklində işarələyirik və onluq say sistemi keçirik. Açıq yazış üsulundan istifadə edərək 1 vurulsun 2 üstü 4, 1 üstə gəlsin 1 vurulsun 2 üstü 3, üstə gəlsin 1 vurulsun 2 üstü 2, üstə gəlsin 1 vurulsun 2 üstü 1 plus 1 vurulsun 2 üstü 0. Deməli 16 plus 8 plus 4 plus 2 plus 1 bərabərdir. Demək 6-8 gələndə 24, 28, 30, 31. 31 onluq. Sonra B ədədini yazırıq. Bu da bərabərdir 2C 16 sayısı verilmiş ədəddir. Bunu da yenə üzərində nömrələyirik. 0, 1 bərabərdir. 2 vurulsun 16 üstü 1 plus C də 12'ye bərabərdir. 12 vurulsun 16 üstü 0. O da bərabərdir. 2'ni 16'ya vuranda 32. Üstə gəlsin 12. O da bərabərdir 44 onluq ədəd. C'miz də verilibdir. C ilə bərabərdir 30 onluq ədəd. Ədədləri müqayisə isə görürək ki, ən kiçik ədəd hansıdır? Ən kiçik ədəd 30 kiçikdir. Deməli 30 kiçikdir 31, o da kiçikdir 44'dən. Yəni C kiçikdir A'dan, o da kiçikdir deməli B'dən.